sayını artırın. Bizim xalqa yaxşı xidmət eləyin. Elə açıq ölüyor. Millətimiz təklənməsin. Sərminaz Qəsəmov. Sərminaz Qəsəmov qızı gedir. Heç mi? Başta. Salam, hörmətli Cəmanlı dinləyiciləri. Sizi yenə də bugün mən Rübada Muxtarova bir həyat hekayəsi radyo proqramında salamlayıram dinləyicilər. Bizim bugünkü bir həyat hekayəsi proqramımızın qonağı çox gözəl xanım Sərminaz Həsənovadır. Salam Sərminaz xanım, necəsiz? Xoş gəlmişsiniz. Çox sağ olun, xoş gününüzə gələk. Çox sağ olun ki, dəvətini qəbul ediniz, gəldiniz. Məmnuniyyətlə belə dəvətləri keçmək olmaz. Bu bizim millətə özümüzə lazımdır. Sərminaz xanım, özünüzü biraz təqdim edilir bizdə dinləyicilərə. Sərminaz xanım kimdir? Lap yaxşı, mən bu Nesi rayonunun Fəxrami kəndindən anadan olmuşam. Orada da ən böyük məktəb olan bir nömrəli orta məktəb təhsilini almışam. Oranı bitirdikdən sonra elə həmin il 1972-ci ildə Azərbaycanın Pedaqoji Universitetinə qəbul olmuşam. Filologiya fakültəsini qurtarmışam. Sonra yenə öz kəndimizə qayıdıb gəlmişəm. Öz müəllimlərimlə çiyin-çiyinə boya başa çatdığımız məktəbdə işləmişəm. Onlardan hər zaman dəstək görmüşəm. Bunun üçün də özümü xoşbəxt saymışam. Çox gözəl. Uşaqlığınız harda və necə keçib? Uşaqlığımız öz valideynlərimin yanında keçib. Valideynlərim çox, indi hamının valideyn elədi, övladını sevir. Valideynlərim tərəfindən sevilmişəm. Onlar heç vaxt mənim 3 qardaşım var. Onlar da məni ayırmayıbdı, elə bildirəm ki, mən də öz bilik, bacarıq, namus, qeyrətimlə həmişə ata-anamın etimadını doğrultmuşam. Onlar deyən yolu seçmişəm. Belə. 3 qardaşın bir bacısı olmuşsunuz, eləmi? 5 bacım da var. Onlar başqa arvaddandır. Amma onlar da mənim bacımdır. Onların da hamısını atam böyüdür. Ailə sahibi edib, onlar da xoşbəxtdirlər, yaxşı övladları, özlərinə layiq adsanları var. Çox gözəl, çox gözəl. Biraz ailənizin sizin həyatınızda nə kimi rol olub, necə təsir edib sizin həyatınızda ailəniz? Ailəmiz yaxşı təsir edib, onlar mənim oxumağımı çox istəyiblər. O vaxt briqadalar gəlirdi, onlar fəhlələri iş aparırdı da. Atamın o quruluşdan heç xoşu gəlmirdi. Deyirdi, imkanım olsa heç mən həyat yoldaşımı da qoymaram, gedə bir qadirin əlinin altında işləyə. Niyə? Yəni onlar tamakarlıq edirdilər, görürsən ki, nə bilim, az maaş yazırdılar, özlərinə başqa adlarla, o fəhlələrin əmək haqqından oraya qeyd edirdilər. İşləyən bu yanda qalırdı, işləməyənlər əmək haqqı alırdı. Bax, belə şeylər atamın narazılığına səbəb olurdu.
O mənə həmişə deyirdi, qızım, oxu günah, rahat, gözəl bir həyat keçir günah. Yəni, bir qadının yarının altında işləməklə. Onun da o sözləri mənə ruh verirdi. Mən də humanitar fənləri yaxşı oxuyurdum, sevirdim. Həmişə bədii ədəbiyyat çox oxuyurdum. Və qarşıma məqsəd qoymuşdum ki, mən ədəbiyyatçı olmalıyam. Ne güzel. Ne güzel. Hayatınızda dönüş noktası olan bir hadise var mı Sendnaz Hanım? Həyatda dönüş nöqtəsi olmasa insan irəli getməz. Dönüş nöqtələrim çox olub, çətinliklərim də çox olub. Mən hamısına qalib gəlmişəm. Məsələn, atam da başa düşüb ki, yox, mənim fikrim önəmli olubdur. Onlar başqa bir yolda seçmişdilər, mən onunla razılaşmadım. Sözümün üstündə durdum. Məsələn, getdim, ali təhsil aldım. Sonra qayıdıb öz kəndimizə gəldim. Ata-anamın dinə himayəsində yaşadım. Onlar da istədiyimə də verdilər. Həm onlar deyən oldu, həm mən deyən oldu. Amma vaxtilə mən ailəmi üzvlərindən razılaşsaydım, mənim həyatım belə inkişaf etməzdi. Yəqin ki, qaranlıq bir mühitdə, haradasa da mən orada itib batardım. Mən Səlimnaz Əsədullah qızı olmazdım onda. Çok güzel. Karşılaştığınız en büyük çetinlik hayatınızda ne olurdu? Onu necə aşmışsınız? Elə ən böyük çətinlik bayaq dediyimdə, mən orta məktəb qutarandan sonra yəni, bax, belə çətinliyim oldu. Mənim fikrim, arzum oxumaq idi, ədəbiyyatçı olmaq istəyirdi. Nəsə, bəzi qohumlarımızın təsiri ilə onlar istəyirlər ki, mən ailə quram, oxumuyam. Çünki Azərbaycanda oxuyurduq. Gediş-gəliş onda 70-ci illərdə həm çətin idi, həm bizim orada doğma yaxın adamımız yox idi. Elə bil ki, biraz tərəddüd eləyirdi. Atam da sən tək başına qərib şəhərdə necə oxuyasın, yaşayasın. Amma mən sözüm üstündə durdum, dedim, hatta yox, mən getməliyəm, oxumalıyam. Mən heç nə ilə razılaşmayacağım. Biraz söz-söhbət oldusa da, amma yenə mən deyən oldu. Bu çox bir çətin yol idi. Atam bax sonra da elə bir deyir, yox qızım, sən haqlıymışsan. Mən indi qızlarımıza da belə məsləhət görürəm ki, öz fikirlərinin üstündə dursunlar. Bəzən elə olur ki, valideyn də görürsən düz yol seçmir. O övladlar, o qızlar yazıqdır, onların həyatı başqa cür alınmasın. İnsan öz fikrinin üstündə durmalıdır. Düzdür. Sendnaz Hanım, indiyə qədər ən belə verdiyiniz ən önəmli qərar həyatınızda nə olub? Qərarım olub ki, mən ədəbiyyatı demirəm, çox sevirdim. Və uşaq vaxtından da şiirlər yazırdım. Şagird olan vaxtı, o pioner olan vaxtı, qırmızı qalstuklu, aktiv də şagird idim. Onda mən kiçik şiirlər, məqalələr yazırdım. Onu o pioner qəzeti var idi, pioner jurnalı var idi uşaqlar üçün. Nə bilim, güyərçi jurnal var idi, ola aşağı yaşlı uşaqlar üçün idi. Bax, o mətbələrə göndərirdim. Orada çox sınaq eləyirdilər yazanlara. Elə bir neçə dəfə mənim bu məktubuma cavab belə yazdılar ki, biraz da işləyə, biraz da yaxşı şiirlər, məqalələr. Yəni, görün, bu ötəri hissdimi, yoxsa davamlı olacaq. Mən bundan sarsılmıyordum. Ondan sonra ondan biraz yaxşısını göndərirdim. Yeni məktub bir də cavablar gəlirdi ki, artıq sənin şiirini bəyəndi, məqaləni bəyəndi. Kiçik hekayə yazırdım. Onlar elə bir hansı mənə ruh verirdi. Elə dönüş bu əmələ getdi. Yəni, mən o vaxtdan sonra yazmağa başladım. Ali məktəbdə də yenə yazırdım. Vaxtı elədikcə gəlib burada məktəbdə müəllim işlərindən sonra da qələm müəllimdən yerə qoymadım. Aferin. Sizə ilham verən yəqin ki, insanlar olub həyatınızda, elə mi? Əlbəttə ki, bax, şiir belə yaranır, Rəna xanım, Rüyür Babək xanım belə yaranır. Mən bir
Renato dostum var, elə sifətdən ona oxşayırsan. Rübabə xanım bağışlayır. Şiir qəmdən də yaranır, kədərdən də yaranır. Yoxsa oturum durum deyim ki, yox, mən nədənsə şiir yazacağım, o alınmır. Və görürsən, bizim xalqımızın nə qədər başına bəlalar gəldi. O 90-cı il hadisəsi, o qanlı yanvar günü aydın məsələdir. Əlinə qələm götürüb yazan hamı o kədəri yazmalıydı. Məsələn, onda mənim şəhidlər haqqında şiirlərim, bir neçə şiirlərim yarandı. Qarabağ hadisələri aydın məsələdir. Qanında, canında türk qanı olan hər kəsi elə bilginən ki, təsir eləyirdi da. Bizim namusumuz, qeyrətimiz tapdanıb, doğma torpaqlarımız 30 il işğal altında qalmışdı. Bunların hamısı mənə təsir etmişdi. Mən bir poemada yazmışam. Burada Görüş Yeri adlı kitabımda o əks olunubdur. Bir əsrin talihi adlı bir poema yazmışam. O poemada bütün əsir qadınlarımızın, qızlarımızın obrazını, ümumiləşmiş obrazını bir Banu Çiçək adlı qadının timsalında əks etdirmişəm. Yəni Banu Çiçək qeyrətli, namuslu bir qızdır. Ancaq o əsir düşübdür, burada acizdir, heç yəni onun qurtuluş yolu yoxdur. Başlayır öz həyatı ilə razılaşmağa, amma axırda o yenə elə bil onun ruhu bir göyərçin olub doğma elini, Qarabağ torpağını üstündə gəzib hərlənir və mən inandırmışam ki, gec-tez yenə Banu Çiçək öz vətəninə dönəcəkdir. Görürdüm mən bunu, mən elə başqa bir poema kimi də yazmışam. Dədə Qorqud dastanından Dəli Domrul adlı bir boy var. Onu mən nəzmə çevirəndə Dəli Domrulla Əzrailin bir görüş səhnəsi var. Orada Əzrail Dəli Domrulla deyir artıq, yəni Dəli Domrul dəli dolu bir cavandır da. O deyir ki, mən Əzraillə də güləşərəm, ona da qalib gələrəm, heç nədən qorxmur. Gəlib vaxt belə tamam olanda Əzrail deyir, indi Dəli Domrul gəlmişəm, sən mənimlə görüşmək istəydin, nə deyirsən? Əzrailin zəhmi Dəli Domrulu titrədir, onu qorxudur. Deyir, bir cana borçluyam da, bir qaşıq qan, nədir ondan mən qorxam, bir cana borçluyam. Amma mənim qəlbimdə, ürəyimdə bir arzum, istəyim var. Nədir deyir arzum, istəyim, Əzrail olsun da yerinə yetirərəm. Deyir, bizim vətənimiz işğal altındadır. Mən istəyirdim ki, bizim onu bir azadlıq gününü görəm. Mən də gedəm orada, məsələn, vətənimin müdafiəsinə gedəm, düşmənlərdən vətənimi qoruyam. Əzrail belə baxır, deyir, Əzrail də olsam, deyir, mən sənə yenə ömür bağışlayıram, bir 30 ildə ömür verirəm, məsələn, get torpağını, o ki, belə qoca get olmuşsan, düşmənlərdən qoru. İndi bax, burada bir belə mən ümumiləşmədən istifadə eləmişəm. O, məsələn, Dəli Domrul Dədə Qorqud dövründə yaşasa da, onu gətirib bu dövrlə əlaqələndirmişəm. Yəni, Dədə Qorqudda da həmişə vətən məhəbbəti, vətən hissləri, vətənin müdafiəsi güclü olduğu kimi, bu zamanın Dəli Domrulları da, igidlərimiz də, görürsün, qalib gəldilər düşməndən, torpağımızı, məsələn, azad elədilər, tələbə çaldırlar. Böyük itki versək də Allah şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə də şəfa versin. Amin, amin. Sizin yəqin ki, həyatda, yəni ki, necə deyim, ilham verən insanlar həm də müəllimləriniz olub əlbəttə ki, yəqin ki. Əlbəttə ki. Rübabə xanım, müəllim çox böyük şəxsiyyətdir. Müəllim əməyini itirmək olmaz. İnandırayım ki, indi biraz müəllimin elə bir nüfusa hörməti azalıb. Bu yəqin ki, dövrlə əlaqədardır. Amma müəllimin şagird qəlbində nə dəri körpü salıb, nə qədər o şagirdlər, mən özüm hiss edirəm müəllim işləyəndən bəri, o müəllimlərini sevirlər. O müəllimlərin elə belə onlara dediyi hər şey
öz valideynlərindən də önəmli olur. Hmm. Nə bilim, mənim böyük oğlum məktəbə ac gedirdi, yüngül paltar giyinirdi, o mənim sözümə baxmırdı. Hələ mən onlara dərs deyirdim. Amma onun sinif müəllimə mən dedim ki, belədir da, mənim uşağım çılpaq gəlir, çörək yemir səhər tezdən. O müəllim ona deyəndən sonra o səhər tezdən yemək də yeyirdi, paltarını da qalın geyinirdi. Bax, o dedi ki, müəllimimiz görəcək ki, mən geyinməmişəm müəllim. Müəllim çox önəmli simadır. Mənim də sinif müəllimim vardı, ibtidai sinifdə, İsmail Güllər müəllim, Allah ona rəhmət eləsin. Biz onu çox sevirdik, həm də o mənim daim düşürdü. O bizə də yaxın idi, atam evində qonşuydu. Gəlirdi tez-tez şeirlərini atama oxuyurdu. Mənim atam da şeir həvəskarı olub. Onu da deyim ki, bizim nəsilimiz Güllər adlanır. O Güllər nəslində qeyri-adi bir fitri istedadlar, Rübabə xanım. Onların hamısı, qadını da, qızı da, məsələn, kişilər də hamısına elə bir vergi verir. Hamısı şair-şairədirlər. Bu İsmail Güllər də mənim xatırlatdığım kimi daim düşür. Onun anasına mənim anam xala qızıdırlar. O gəlirdi, bizdə şeirzad oxuyurdu. Elə bir məndə də həvəs yaranırdı, mən də şeir yazdım. Anam da mənə deyirdi, o mənim buyruqlarında həmişə mən ona qafiyələr, sözlərlə cavab verirdi. Deyirdi, qızım, sən də yazmaq şeiri istedadı var. Mən deyirdi ki, ora fəhim oldum, gülləri oxşamadım. Sən yazdıqlarını yazgınında, indi şairin də xoşu gəlirdi. Bax, İsmail müəllimin çox dəyəri olub, dəstəyi olubdur. Şeirlər yazırdım, onu oxudurdum, ona göstəriş verirdi. Sonra da yuxarı siniflərdə Əli Səngərli adlı bir şair var idi, o mənə dərs deyirdi, Allah rəhmət eləsin. O da çox mənə dəstək olur. Mənim elə bir inşalarımız adı oxuyanda o deyirdi ki, Səlmunaz, qızım, səndə yaradıcılıq qabiliyyəti də var, səndən yaxşı ədəbiyyatçı olar. Elə bir bu ədəbiyyatı, bu fənni seçməkdə Əli müəllimin mənə çox rolu olubdur. Lap gözəl, çox gözəl, çox gözəl. Ümumiyyətlə, sizə həyatda tutan əsas prinsip nə olub? Prinsip olmasa həyat inkişaf eləməz. Həyat başdan başa prinsiplərlə doludur. Mən çalışmışam ki, hər zaman övladlarımı yaxşı tərbiyə eləyim. Onlar namuslu, qeyrətli olsunlar. Onlar getdikləri yerdə adansınlar. Onlara mən həmişə öğüt nəsihət verirəm ki, bax, ailənizin dilini tapın. Ailənizdə mehriban olun. Elə də şükür Allaha, elə qızlarım da, oğlanlarım da zəhmətkeş, əmək sevər, öz halal zəhmətləri ilə işləyən cavanlar olubdur da, indi övladlarım. Mən onlardan razıyam. Bu da ata-ananın ən böyük prinsipdir. Yaxşı övlad yetirsin. Ümumiyyətlə, hal-hazırda bax, nə ilə məşğulsunuz? Ümumiyyətlə, məsələn, boş vaxtlarınızda nə edirsiniz? Mən hal-hazırda yeni müəllim işləyirəm. Elə bilginən ki, birinci növbədə, ikinci növbədə belə dərsim olur, evimiz yaxın olduğu üçün. Boş vaxtda, kənd yerində yaşayanın nə vaxt boş vaxtda olacaq? Çox zəhmətkeşəm. Görün, kitablarınızı da gətirmişsiniz deyəsən. Mən Facebook'da sizin görmüşdüm bu kitabların təqdimatını görmüşdüm. Onu da çox bəyənmişdim. Yəni, 2 dənə məncə durnalar, köç edəndə və görüş yeri. Bizə bir nəsə oxuya bilərsiniz mi bu kitablardan? Deyirsiniz ki, boş vaxtlarında nə eləyirsən? Bu sualı mənə çox verirlər. Bayaq xatırlatdığım kimi. Yəni, insanın boş vaxtı olur. Sadəcə o boş vaxtı səmərəli gərək keçirəsən.
Yəni səmərəli keçirəsən, durub qapılar gəzməyəsən, qeybət etməyəsən, nə bilim, başqasının sözün, söhbətin danışmayasan. Məndə elə şeylər adətən nə vaxtım olmur, nə elə şeyə həvəskar deyiləm. Boş vaxtım olanda, indi bu dəqiqə Allah verir və internet var, YouTube var, Facebook var. Müəllim də öz bilik savadını artırmaq üçün belə vasitələrdən istifadə edir, onları izləyir. Məsələn, hər xəbərin özündə görürsən ki, məlumatım olur ki, dünyada nə var, nə yox. Boş vaxtımda arada olanda yalnız yazmaq. Məsələn, yazdığım şeirləri internetdə, belə kompüterdə, Google-a köçürürəm. Rübabə xanım, bilmirəm, məndə belə bir qəribə xüsusiyyət var, yazanların hamısında da elədimi? Tutalım bir şeir yazdım da, indi o mənim beynimdə var, həkk olunubdur. Onu yazıb qurtarana kimi o mənim yaddaşımdan çıxmır. Onu pişirirəm, beynimdə pişirirəm, tam xoşuma gələnə kimi, özümün xoşuma gələnə kimi onun yaddaşımda heç silinmir. Amma onun üçün mən kompüterdə, Google-a köçürürəm, yaddaşa salıram. Ondan sonra elə bil o məndən ayrılır. Onu yerdən xatırlayanda görürəm ki, çaşıyorum. Amma o Google-a köçürür, yaddaşa salana kimi o mənim hafizəmdən silim. Hətta bir poemanı da mən beynimdə saxlayaram. O beynimdə pişirib tam belə xoşuma gələnə kimi. Amma Google-a köçürüb, onu yaddaşa salandan sonra yadımdan çıxır. İndi deyirsən ki, boş vaxtlarında nə edirsən? Bu sualı mənə çox verirlər. Deyirlər ki, nə yaxşı yazmağa vaxt tapırsan. Axı evdə çox işin, qeydinə sən qalırsan. Ürək əgər dolubsa, sözlər səni yorubsa, yoxdan söz olubsa, vaxt axtarmaq nə lazım? Yazmağa vaxt ayırsan, sözə möhtac qalırsan. Bildiyin də çaşırsan, deyirsən ki, nə yazım? Şeir fikrə düzülür, yüz çeşmədən süzülür. Yazıq ürək üzülür, deyirsən ki, tez yazım. Qonşulara getməsən, durub qeybət etməsən, vaxtdan etməsən, vaxt axtarmaq nə lazım? Rübabə xanım, boş vaxt heç kimdə olmaz. Amma gərək onu vaxtını səmərəli istifadə edəsən. Nə bilim, indi o səmərəsiz istifadə edəndə xeyri nə olacaq? Onun bunun sözünü danışıb, onun bunun məsələn həyatına müdaxilə edir, məsələn, elə şeylər bizdən uzaq olsun. Düzdür. Gələcək üçün hansı arzularınız, planlarınız var? İndi mənim 2 kitabım çıxıbdır. Birinci kitabım Durnalar köç edəndə bir də görüş yeri. Üzərimdə bir məsuliyyətli məsələn planım da var. İnşallah Allah qoysa bilmirəm, mən o planı həyata keçib bilməyəcəm. Çünki də indi müəyyən yaş gəlib özünü görüb. Amma şükür Allaha ki, hələ hafizəm itidir, yaddaşım da yaxşıdır. Az çox qələmim də yazır. Amma indi biraz vaxtdan, kənd yeridə dərsə gedirəm, gəlirəm, məsələn, evdə mal olur, toyuq, cücə olur, bunların hamısı qayğı istəyir. İndi kənddə yaşayasan, belə şeylərə də baxmayanda olmur. Heç olmasa yenə bir paypürü şey deyirsən, məsələn, uşaqlara göndərirsən, öz ailənə sərf edirsən. İndi 3-cü bir kitabım, bir mövzum var onun haqqında. Məsələn, mən elə nəsilə düşmüşəm ki, onlar repressiya illərində çox əzab-əziyyət çəkiblər. Məsələn, qaynatamın babası deyək, Təhməzqulu deyirlər ona, Təhməzqulu kənddə. O kənddə çox belə adlı sanlı bir ağsaqqal olubdur. Küsürləri barışdıran, nə bilim, xalqa yaxşı yol göstərən, 2 kəndin, Qoçlu kəndi ilə Fəxralı kəndinin kətdası olubdur. Amma o repressiya dövründə onlar çox ağır günlərə məruz qalıblar. Məsələn, onda Təhməzqulu kətdə xalqa yığıb deyib ki,
Dövlətlə dövlətli eləməz. Nəyiniz var? Malınız, nə bilim var, dövlətiniz da bu dövlət onu tələb edir. Verin, qoyun da indi onlar da deyir, biz də bunların hamısını kasıblara paylaşıyıq. Bunu başqa görə də arada xəbərçilər olur, xəbər verirlər ki, yəni Təhməz Qulkatda başına kəndliləri sizə qarşı onları hazırlayır. Yəni o dövr eliydi də bizim şairlərimiz, yazıçılarımız da o repressiyaların adı sanları qurban oldu. Bu Təhməz Qulkatdanı gecəykən götürüb aparıblar evindən, tutub aparıblar. Qəbri hardadır, harda gülləliyiblər, haraya atıblar, məlum deyilir. Onun amma oğlanları yeri dövlətə qarşı çox mübarizə aparıblar, qaçaqlıq ediblər. Yəni atalarının heyfini almaq istəyiblər. Elə də vuruşublar yerli hökumətə qarşı çox belə qaçaqlıq eləməklə bərabər yerli dövlətə qarşı mübarizə aparıblar. Onun böyük oğlu da elə bilginən ki, xalqın gözünü qovuşturmaq üçün kəndimizdə ən yüksək bir təpədə yerdə xalqın gözü qarşısında gülləliyiblər. Başqa bir kəndin cavanı ilə bərabər, onlar da belə qoçaq gec tayfa olduğu üçün xalqın gözünü qırmaqdan ötürü xalq bu dövlətə tabi olsun. Sonra bunun oğlanlarının ikisi nəsə çox böyük bir əzab əziyyətdən sonra Türkiyəyə keçirlər. Türkiyədə bu deyir sərhəddə keçəndə oğlunun, böyük oğlunun adı İman olub. O deyir silahını yerə qoyur sərhəddə keçəndə. Əskərlər gəlir ki, kimsən, nəçisən də sən sərhəddə keçib gəlirsən. Deyir, mən vətənimin uğrunda mübarizə falan verib adam olmuşam. İndi o sizə pənah gətirmişəm. Mən də orada yaşayası deyiləm də. Bunu götürürlər, aparırlar, əskərlər ki, bir belə yəni adam sərhədi keçib gəlib deyir, mən Atatürklə görüşmək istəyirəm, onunla özüm danışacağım. Başına gələni gedir, orada danışır, o da onu qəbul edir, nə bilim, torpaq sahəsi zad verir. Orada da çox yaxşı ad-san qazanır, yaxşı ailə zad qurur, nə bilim, bilmiyorum, neysə bir dövlət işində da işləyib o vaxt ilə. Orada da iki qardaşın elə bil ki, 50'ye yaxın onların orada artımları olubdur. Deyilənə görə 50'dən artıq. İndi onlar ailələri var orada, o qızı, və nəticələri. Bax, həm də o dövr, o tarix, indi eşdirik, bilirikdən, kənddə də çox nəsillərə zülüm edibdir. Onlar haqqında değişmişik, amma bunun... Yəni, bu haqda yazmaq istəyirsiniz? Yazmaq istəyirəm, amma bu çox belə ağır bir yazıdır, ağır dərddir, ağır faciədir. Onun inşallah bilmirəm. Güc lazımdır ona, sizə də güc lazımdır. Güc lazımdır. Məsələn, vaxtında onu toplamaq, bunların məlumatların hamısı rəhmətli qaynatamdan eşləyirdim. O danışırdı, indi o vaxt nəsə iş gücü ailə qayğısı imkan vermədi, mən faktlar topluyam. Bizim professorumuz var, Şamil Qurbanov, Bakıda yaşayır. O rəhmətli deyir də bu nəsil haqqında mən bir roman yazmaq istəyirəm. Başqa da indi bu repressiya illərində ağır əzab əziyyətə düçar olanlardan da məsələn verib bir roman yazmaq istəyirəm. O da professor, alim adam idi, yəqin ki, çatdıra bilmədi. Neçə də bu bizdə olmuşdu, qaynatamdan belə söhbət də eləmişdi. Bu qanlı qadalı günlər haqqında məlumat ondan da almışdı. Özü də həmin dövrdə yaşamışdı, eşitmişdi də uşaqlarda. Ona da qismət olmadı. İndi bilmirəm, onun arxivində yaxşı məlumatlar var, qeydlər var, məsələn. Bu Təhməz Qulkatda haqqında onda kim də davam elətdirəcək, hələ öz işində, gücündə. Yəni, qismət olsa, indi baxaq görək. Yaxşı olar. Mən sizin budur planınız, əsas planınız budur. Lap yaxşı. Gənc nəslə nə tövsiyə edərdiniz, nə məsləhət verərdiniz Selmas xanım? İndiki gəncliyə vallahi, bunlar nəsiyyət zad eşitmir. Özləri bildiyi kimi
Rübabə xanım, adamın ürəyi ağrıyır. Bu qədər də boşanmalar olarmı? Bu qədər də ayrılıq olarmı? Niyə insanlar bir-birini başa düşmür? Məsələn, inandırıyorum, bəlkə də yerdən baxan da buna heç real baxmıyor. Mən 50 il ailə qurmuşam, hələ bizim ailəmizdə bir belə keşmə-keşli, təzadlı hadisə olmuyubdur. Bu mənim düşüm, mən onu başa düşmüşəm. Amma yer gələndə kişilər belədir də, öz kişiliyini ailədə qoruyur, üstünlüyünü. Bununla razılaşmışam. Bilmişəm ki, məsələn, mən o dediyi olmalıdır. O da yeri gəlib o mənlə razılaşıb, yeri gəlib mən onunla razılaşmışam. Amma mən elə bilirəm, ailədə kişi hegemonluğuna, kişi qüvvəsinə üstünlük vermək lazımdır. Burada bir nəsihət şeirim də var, onu oxuyum. Oxuyun. Oxuyun. Yazmışdım. Nəsihət şeiridir. Elə bu şiiri mən cavanlara da, məsələn, insanların hamısına şamil edə bilərəm. İnsan həyatda yaşayırsa da bir iz qoymalıdır, tarixdə bir adı qalmalıdır. Yəni, insan pis adda yaşayır tarixdə, yaxşı adda yaşayır. O pisə yada düşəndə deyirlər, Allah lənət eyləsin filan kəsə. Amma yaxşıya deyirlər, Allah rəhmət eyləsin. Bir dəfə verilir insana ömür. Çalış iz qoyasan tarixdə hər an. Tarixdə bir sözün izin qalarsa, deyərlər yaşayıb bir belə insan. Dünyada yaxşıya yaxşı demişlər. Tərs ilməyə bəzən də naxış demişlər. Bilinməz dünyanın yaşı demişlər. Çalış bu dünyada, olma pişman. Elə yaşa ömrün getməsin bada. Yaxşı işlər gör ki, çatasan ada. Pislik də eləsən, düşərsən yada. Pislik edib düşmə, heç zaman yada. Pisə hörmət etsən, heç vədə bilməz. Yaxşıya yaxşılıq etsən, itirməz. Bəd nəsillər öyüd, nəsiyyət götürməz. Çalış dil tapasan, onunla hər an. Sərminaz hamıya çalış, hörmət et. Kim pislik edərsə, sən yaxşılıq et. Yaxşı işlərin də arxasınca get, qoy səndən olmasın, narazı qalan. İndi nə bilim, ürəyimdən gələndir. Mən də elə cavanlar da pislikdən, məsələn, nə çıxar ki, yaxşı insan hər zaman xatırlanır. Bu dünya heç kimin deyil. Hamı gəldi, gedərdi, yaxşılıq danışılsın, yaxşı yerdə adın çəkilsin. Məncə elə həyatın mənası bundan ibarət. Düzdür. Sizə bir belə yenə də sual verim. Əgər geriyə dönsəydiniz, nəyi fərqli edərdiniz həyatda? Geriyə dönsəydim, yenə elə öz peşəmi seçərdim. Mən atam-anam haqqında bir neçə şiir yazmışam. Elə bil ki, insana biz sağlığında dəyər verə bilmirik. Valla sağlığında dəyər bilmirik. Amma onlar dünyada olmayanda adamın ürəyini göynədir. İndi niyə dəyər vermirik? Ata-ana məhəbbəti o heç əvəz edilməzdir. Yəni başımız işə o qədər qarışır ki, ailə qayğısına o qədər qarışır ki, elə bil ata-anamız ikinci plana keçir. Amma şükür Allaha, mən o qədər də laqeyd övlad olmamışam. Yumanda açanda ata-anamın əlində olmuşam, yanında olmuşam. Onların o son dəqiqələrində, məsələn, möhtəş vaxtlarında onlara dayaqda olmuşam. Amma geriyə qayıtsaydım, onlarla təmasda çalışardım çox olan. Onları məsələn, mən çox yanlarında olan, onlarla çox bir yerdə olan, onların nə bilim, kömək edərdim.
Ünsiyyət, geriyə, münasibət, ünsiyyət, yəni həm böyük şeydir. Valideynlərlə də olmaq. Valideynlərlə bir yerdə olmaq. Düzdür. Lap yaxşı. Lap yaxşı sənin Aslan. Yaxşı gününüz olsun. Bir dənə şeir oxuyardınız bizim üçün. Bir dənə şeir oxuyardınız və sonra verilişimiz. Yürümə bax, mənim bu kitabımın adı Görüş Yeridir. Aha, bu kitabın tarixçəsi var deyəsən, elə mi? Tarixi budur ki, xatırladım ki, mən Azərbaycanda, yəni bu vaxt Lenin adına institut deyildilər, indi Nəsrəddin Tusi adına adlanır. Oranı bitirdim. Sonra yenə öz kəndimizə qayıtdım. İndi o vaxtdan 50 il keçibdir. Bu ailə qayğısı, uşaqlar böyütmək, iş yeri tapmaq, uşağın təlim tərbiyəsində məşğul olmaq başımıza o qədər qatmış ki, biz birimizdən bizim xəbərimiz yox idi. İndi o qayğılardan biraz uzaqlaşmışıq. Oğul qızı yerləşdirmişik, hər kəs öz ailəsini idarə eləyir. Biz də qocalıb evdə indi öz işimizi özümüz görürük. Hər kəs öz ailəsinin... Allah elə nəsib eləsin ki, öz işinizi özünüz görə biləsiniz. Allah canınızı sağ eləsin. Hər kəs öz ailəsinin qayğısını çəkir. Biraz da boş vaxt indi çox olur. Nəsə dostlar sağ olsunlar. Onlar bir görüş günü təyin etdilər ki, indi tələbələr bir yerə gedişatdan biz 71-72-də qəbul oxumuşduq, 75-də qutarmışdıq. O bir-birimizə belə qrup zad yaradıb bu xəbərləri çatdırdıq. Dedim, mən də gedəcəm. İndi bu dəqiqə gediş gəliş bilirsən ki, təyyarı iləndir də, hər vaxt da onun məsələn adam maddi imkanı da olmur. Yoldaşım sağ olsun dedi ki, daha indi çağırıblar, dəvət ediblər. Ürəyin atlanıb, götəm ticarət, həm ziyarət, götəm uşaqlardan alır, mənim oğlumun ikisi vaxt olur. Git görüş günə. Getdim, bax, bir qəribə mənzərə yarandı ki, indi onu mən təsvir eləyəcəm. Əzbər bilirəm, nə? Bir də görürsən ki, bu mikrofonu zəhmə ağırdı. Yox, daha yəqin ki, geçdirir. Aha, buyur. Yəni, indi buradan getdik. O xar bülbülüydü, nədir? Dedilər ki,